Aprel 2025 Balıq bürcü aylıq bürc proqnozu. Əziz balıq, aprel ayı istedadlarınızı inkişaf etdirmək və maliyyəni idarə etmək mövzularını ön plana çıxarır. Rahatlıq və təhlükəsizlik ehtiyacınız ön planda olacaq. Ay irəlilədikcə ünsiyyət, öyrənmə, yeni əlaqələr qurma, kiçik səfərlər və gündəlik işlər diqqət mərkəzinə keçəcək. Bu ay iş və praktiki məsələlərlə məşğul olmaq, büdcənizi planlaşdırmaq və gəlirinizi artırmağın yeni yollarını kəşf etmək üçün güclü enerjiyə malikdir. Karyeranızda bir uğur və ya ümid hiss edə, şəxsi həyatınızda isə daha güclü bir əlaqə formalaşdıra bilərsiniz. Huzur, sakitlik və aşinalıq ehtiyacınızı qarşılamaq bu dövrdə sizə faydalı olacaq. Venera 12 aprelə qədər retrograd hərəkətdə olacaq və bu müddət ərzində yeni maraqların dadını çıxarmaq və ya keçmiş problemlərə yeni baxış bucağından yanaşmaq üçün fürsətlər yarana bilər. Bu dövr, bir layihəni qaydaya salmaq, əvvəllər unutduğunuz bir bacarığı öyrənmək, köhnə sinif yoldaşlarınız və ya tanışlarınızla yenidən əlaqə yaratmaq və ya keçmiş münasibətləriniz barədə düşünmək üçün əlverişlidir. Merkuri də 7 aprelə qədər retrograd hərəkətdə olacaq və Veneranın bənzər yolunu izləyəcək. Venera 30 apreldə qədər bürcünüzdə qalacaq, lakin 12 aprelə qədər retrograd olacaq. Bu müddət ərzində özünüzə, şəxsi məqsədlərinizə və imicinizə fərqli bir baxış bucağı ilə yanaşacaq və irəliləmədən əvvəl keçmişə nəzər salma fürsəti əldə edəcəksiniz. Şəxsi məsələlərinizlə bağlı çox məşğul ola bilərsiniz və sizin üçün nəyin işlədiyini və nəyin sizə qarşı işlədiyini anlamaq üçün yaxşı bir vaxtdır. Veneranın retrograd hərəkəti şəxsiyyətinizə, imicinizə, yeni şeylərə olan münasibətinizə, təşəbbüskarlığınıza, stressə reaksiyanıza, öz kimliyinizə və ünsiyyət bacarıqlarınıza təsir edəcək. Bu mövzulardan bəzilərini təkmilləşdirmək və hətta yenidən müəyyənləşdirmək lazım ola bilər. 12 aprel dolunay ilə birlikdə Veneranın retrogradı da sona çatır. Bu dolunay, malik olduğunuz, ehtiyac duyduğunuz və istədiyiniz şeylərə dair fərqindəliyinizi artıracaq. Maliyyə, güclü dinamikası və ödənilməmiş borclar mövzuları gündəmə gələ bilər. Maddi, mənəvi və ya emosional borclarınızı idarə etməyi və ya bağlamağı hədəfləyərək özünüzü gücləndirin. Əgər özünüzü günahkar və ya borclu hiss edirsinizsə, potensialınızı tam istifadə edə bilmirsiniz və bu vəziyyəti həll etmək üçün indi doğru zamandır. Biz hər zaman bir şəkildə başqalarına bağlıyıq və sağlam qarşılıqlı asılılıqların sizə fayda gətirəcəyini düşünün. Maliyyə və ya istedadlarınızla bağlı qorxular və güvənsizliklər yaşaya bilərsiniz. Lakin bu, böyümək və inkişaf etmək üçün yeni yollar açacaq. 18 apreldə Mars iş və sağlamlıq sektorunuza keçir və 17-nə qədər karyeranızda, gündəlik işlərinizdə, rutinlərinizdə və sağlamlıq rejiminizdə motivasiyanızı artıracaq. Bu müddətdə çox məşğul ola bilərsiniz. İrəliləmək üçün öz tempinizdə hərəkət etmək sizin üçün daha effektiv olacaq. Bu dövrdə həm işinizdə, həm də maraq dairələrinizdə daha çox məna və ruh axtara bilərsiniz. Sağlamlıq və ya rifahla bağlı kəşflər, müalicəvi fəaliyyətlər, əlverişli alış-verişlər və spontan həll yolları üçün ideal zamandır. 19 apreldə Günəş 3-cü evinizə keçərək maraq dairələrinizi, öyrənmə istəyinizi və ünsiyyət qabiliyyətinizi artıracaq. Oxumaq, öyrənmək və ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək üçün əla fürsətlər yarana bilər. 27 apreldə yeni ay baş verdikdən sonra vacib bir dəyişiklik etməyə və müəyyən bir layihəni bitirib tamamilə yeni bir istiqamətə yönəlməyə hazır olacaqsınız. Alternativ olaraq, şəxsi maraqlarınıza və təhsil sahələrinizə təzə enerji ilə yanaşmaq fürsəti əldə edə bilərsiniz. Ünsiyyət və əlaqə qurmaq üçün yeni yollar kəşf edə bilərsiniz. Bu ay Saturn-Uran keçidi baş verir və səbir və dözümlülüyün mükafatlarını görməyə başlayacaqsınız. Ünsiyyət və ya öyrənmə layihələriniz irəliləyə bilər və bu, sizə özünüzə olan inamınızı və məmnuniyyətinizi artırmağa kömək edəcək. Şəxsi inkişafınıza həm ənənəvi, həm də müasir yanaşmaları balanslı şəkildə daxil etməyin dəyərini anlamaq üçün ideal zamandır. Güclənmiş ünsiyyət və özünü ifadə etmə qabiliyyətindən həzz alacaqsınız. Öyrənmək daha asan olacaq. Səyahət və ya nəqliyyat imkanları genişlənə bilər. Ünsiyyət və sosial əlaqələr həyatınızı daha mənalı və məmnunedici şəkildə dəyişdirə bilər. Yeni biliklər kəşf etmək və onları paylaşmaq sizə ilham verəcək və özünüzə daha yaxşı baxmaq üçün motivasiya yaradacaq. Aprel 2025 Dolça bürcü aylıq bürc proqnozu. Əziz Dolça, qarşıdakı ay əlaqələr qurmaq və rahatlamaq arasında gözəl bir balans yaratmaq potensialına malikdir. Xüsusilə 7 apreldə Merkuri retrograd hərəkətini başa vurduqdan sonra, ünsiyyət, yeni əlaqələr qurmaq, öyrənmək və fərdi maraqlarınızda uğur qazana bilərsiniz. Bununla yanaşı, ay irəlilədikcə ailə və ev həyatınızda təhlükəsizliyə və rahatlığa ehtiyacınız daha da güclənir. Şəxsi həyatınız diqqət mərkəzindədir. Bu ay diqqəti toplamaq və tam fokuslanmaq üçün ən ideal dövr olmasa da,
gündəlik kiçik işləri həll etmək üçün mükəmməl zamandır. Faydalı bilgilər əldə etməyə, biliklərinizi artırmağa və bacarıqlarınızı inkişaf etdirməyə həvəs göstərirsiniz. Bu ay Saturn və Uran arasında harmonik bir uyğunlaşma yaranır ki, bu da sizə təhlükəsizlik və sabitlik axtarışında daha nizamlı hiss etməyə kömək edir. Xərclərinizi yaxşılaşdırmaq, maddi vəziyyətinizi nizamlamaq və əşyalarınızı daha səmərəli təşkil etmək üçün əla fürsətlər yaranır. Evinizi və ailə həyatınızı gücləndirmək üçün təşkilatçılıq bacarıqlarınız və yeniliklərə açıq olmağınız sizə üstünlük qazandıracaq. Maliyyə vəziyyətinizi yaxşılaşdırmağa fokuslanmaq, ev həyatınızı böyük ölçüdə canlandıra və sizə istiqamət və intizam qazandıra bilər. Venera yaxın zamanda maliyyə sektorunuza geri qayıtdı və 30 apreldən qədər bu sahədə qalacaq. 12 apreldən qədər Venera burada retrograd olacaq və bu dövr ərzində büdcənizi balanslaşdırmaq, dəyərli əşyalarınızı qorumaq, evinizi və ya özünüzü gözəlləşdirmək və şəxsi rahatlıq səviyyənizi yüksəltmək üzərində düşünəcəksiniz. 12 aprelə qrad olacaq, Veneranın retrogradı bitdikdən sonra bu mövzularda daha konkret dəyişikliklər və düzəlişlər etmək üçün daha yaxşı mövqedə olacaqsınız. Əgər maliyyə baxımından gözləmə vəziyyətindəsinizsə, gəlir əldə etmək üçün daha yaradıcı yollar tapmalı ola bilərsiniz. Bu dövr itirilmiş əşyaları, pulu və ya büdcədəki boşluqları tapmaq üçün əlverişlidir. Gecikmiş ödənişlər, hədiyyələr və ya bonuslar ayın sonuna doğru gələ bilər. Əgər qazancınız və ya işiniz sizi qane etmirsə, yeni imkanları araşdırmağın zamanı gələ bilər. 12 aprel təkcə Venera retrogradının bitməsi ilə məhdudlaşmır. Eyni zamanda zehninizi və təcrübələrinizi genişləndirmə istəyinizi artıran bir dolunay da baş verir. Yeni başlanğıclar etmək, fərqli yollar sınamaq və münasibətlərinizə yeni yanaşmalar tətbiq etmək üçün hazırsınız. Bu, ilhamverici bir fikir tapmaq üçün mükəmməl bir zaman ola bilər. Sizi yeni bir istiqamətə yönləndirəcək bir nəşr, təqdimat və ya elan ön plana çıxa bilər. Səyahət və ya nəqliyyatla bağlı xəbərlər də bu dövrdə gündəmdə ola bilər. 18 apreldə Mars tərəfdaşlıq sektorunuza keçərək 17 iyuna qədər münasibətlərinizi canlandıracaq. Bu dəyişiklik uzun müddətdir iş və sağlamlıq sektorunda qalan Marsın buradan çıxması ilə baş verir. Gündəlik rejiminizdə bəzi inkişaflar etmiş ola bilərsiniz, lakin həyat tempiniz çox güman ki gərgin olub. İndi isə münasibətləriniz daha aktiv və dinamik olacaq, lakin həll olunmamış problemlər təcili diqqət tələb edə bilər. Sosial həyatınız bəzən gərgin ola bilər, lakin hərəkətli olacaq. Həyatınızdakı vacib biri ilə münaqişələr yaşaya bilərsiniz, lakin bunun əvəzinə əlaqələrinizi yaxşılaşdırmaq üçün aktiv şəkildə işləyə bilərsiniz. 19 apreldə Günəş 4-cü evinizə keçərək ev və ailə ilə bağlı mövzuları ön plana çıxarır. Şəxsi planlarınız, ev həyatınız, məişət məsələləriniz, ailə əlaqələriniz, kökləriniz, irsiniz, valideynləriniz və psixoloji bünövrəniz diqqətinizi çəkə bilər. Rahatlıq və aşinalıq ehtiyaclarınıza xüsusi diqqət yetirəcəyiniz bir dövrdəsiniz. Xüsusilə 27 apreldə baş verəcək. Yeni aydan sonra ailə münasibətlərini düzəltmək və inkişaf etdirmək, köçmək və ya evinizi yeniləmək, təhlükəsizlik və rahatlıq hissinizi gücləndirmək üçün yaxşı fürsətlər ortaya çıxa bilər. Həyat şəraitinizi yaxşılaşdırmaq və ya özünüzlə barışmaq üçün ideal zamandasınız. Bu ay dövrü, yaşayış şəraitinizdə, ev həyatınızda və rahatlıq anlayışınızda yeni yanaşmalar və dəyişikliklərə səbəb ola bilər. Tanışlıq və yaxınlıq ehtiyaclarınıza diqqət yetirmək sizin üçün faydalı olacaq. Əlbəttə buyurun, Oğlaq bürcü üçün aprel 2025 aylıq bürc proqnozu. Aprel 2025 Oğlaq bürcü aylıq bürc proqnozu. Əziz Oğlaq, ev və ailəyə yönəlməyə davam etdiyiniz bu ay əsasən şəxsi həyatınızı və ev içi məsələlərinizi canlandırmaqla bağlıdır. Qidalanma, təhlükəsizlik və rahatlıq ehtiyaclarınıza xüsusi diqqət yetirirsiniz. Bununla belə, paylaşmaq, özünüzü ifadə etmək və əyləncədən, hobbilərdən zövq almaq istəyiniz də artır. Aprel ayı həm də daxili planetlərin retrograd dövrlərinin bitməsi və bəzi sahələrdə irəliləyiş baş verməsi səbəbilə keçid dövrü kimi qiymətləndirilir. Bu ay Saturn-Uran keçidi formalaşır və bu, uzunmüddətli planlarınızı daha sağlam qurmaq üçün sizə düzgün qərarlar verməyə kömək edir. Romantik münasibət və ya yaradıcı bir fəaliyyət həm maraqlı, həm də praktik ola bilər. Təhsil, araşdırmalar və ünsiyyətlə bağlı işləriniz bu dövrdə vaxtınızın çoxunu ala bilər. Lakin eyni zamanda daha çox əyləncəyə və spontanlığa ehtiyac hiss edirsiniz. Layihələriniz və üzərində işlədiyiniz mövzular üzərində nəzarəti bir qədər azaltmaq sizə yeni baxış bucağı qazandıra bilər və bunun nəticəsində məşğul olduğunuz işlərdə daha çox məna tapa bilərsiniz. Yaradıcılığınızı yönləndirmək, ideyalarınızı strukturlaşdırmaq və bacarıqlarınızı konkret nəticələrə çevirmək üçün əla zamandır. Aprel ayı Veneranın retrograd edərək ünsiyyət sektorunuza qayıtması ilə başlayır.
Venera burada 30 aprelə qədər qalacaq, lakin retrograd hərəkətini 12 aprel tarixində tamamlayacaq. Buna görə də ünsiyyətinizə və gündəlik fəaliyyətlərinizə daha çox harmoniya və balans gətirməyə çalışa bilərsiniz. Keçmişdə qalmış məsələləri, xüsusilə münasibətlər və layihələrlə bağlı olanları anlamağa daha çox diqqət yetirə bilərsiniz və köhnə söhbətlərə, fikirlərə və ya işlərə qayıda bilərsiniz. 12 aprelədək köhnə münasibətlər və məsələlər üzərində düşünə, onları analiz edə və ya onlar haqqında danışa bilərsiniz. Ola bilsin ki, keçmişdə qalmış bəzi məqamları tam dərk etmədən, bəzən özünüzü sanki orada ilişib qalmış kimi hiss edirsiniz. Əslində bu retrograd dövrü sizə nə istədiyinizi, kimi sevdiyinizi və nəyə dəyər verdiyinizi anlamağa kömək edəcək, lakin mühüm və dərin qərarları bir qədər sonraya saxlamaq daha yaxşı olar. 12 apreldə sonra isə bu yeni anlayışları həyatınıza tətbiq etmək mərhələsinə keçəcəksiniz. Merkuri də bənzər retrograd trayektoriyasını izləyir, lakin daha sürətli bir prosesdir. Retrograd hərəkətini 7 aprel tarixində başa vurur və 16 apreldə tam irəliləyir. Veneranın 12 aprel tarixində düz hərəkətə keçməsi sizin məqsədlərinizi və niyyətlərinizi daha aydın göstərməyə kömək edəcək, lakin hər şeyi tam qaydasına salmaq biraz vaxt ala bilər. Tələsmədən hərəkət edin və mühüm qərarlar üçün özünüzə vaxt tanıyın. Elə həmin gün baş verən dolunay isə işiniz, karyeranız, nüfuzunuz və həyat istiqamətinizlə bağlı dərin hisslərinizi üzə çıxara bilər. Bu ayın enerjisi sizi işiniz və peşəkar həyatınızla bağlı məsələlərə daha çox diqqət yetirməyə sövq edir. Karyeranızda təcili həll edilməsi vacib olan mövzular və ya ictimai mövqeyinizlə bağlı bəzi suallar ortaya çıxa bilər. Bununla belə, bu dolunay sizə şəxsi və peşəkar həyatınız arasında tarazlıq qurmağın vacibliyini xatırladır. Səbirli olun və inkişaf üçün dəqiq bir plan üzərində fokuslanın. 18 apreldə Mars Günəşin 8-ci evinə keçir. Bu, münasibətlərdə səthi ünsiyyətin azalmasına səbəb ola bilər, lakin eyni zamanda bəzi daha dərin mövzular üzə çıxa bilər. 18-ci gün taşına qədər davam edəcək bu dövr, münasibətlərdə daha intim və mürəkkəb məsələlərin önə çıxmasına səbəb ola bilər. Eyni zamanda maliyyə ilə bağlı məsələlərdə hərəkətə keçməyiniz lazım ola bilər. Son aylarda və hətta illərdir Mars bürcünüzün əks tərəfində olduğuna görə, bəzən həyatınızın sükanı sizin əlinizdə deyilmiş kimi hiss etmisiniz. Sizdən gözləntilər və tələblər daha çox olub, fərdi planlarınızı geri plana atmalı olmusunuz. İndi isə Mars yaxınlıq evinizə keçdiyi üçün indiyə qədər görməzliyə vurduğunuz və ya dərinlərə bastırdığınız istəklər və ehtiraslar ortaya çıxa bilər. Hazırda məhdudiyyətlər və sərhədlərlə əhatələnmək istəmirsiniz və bu dövrdə uzun müddətdir geri plana atdığınız məsələlərə dair güclü hərəkət impulsu hiss edə bilərsiniz. Hətta bir müddətdir sizi düşündürən bir sirri atmaq şansınız da ola bilər. 19 apreldə Günəşin 5-ci evinizə keçidi ilə əyləncə, hobbilər, uşaqlar, romantika, yaradıcılıq və özünü ifadə etmə ilə bağlı mövzular daha da ön plana çıxacaq. Bu sahələrdə özünüzü inkişaf etdirmək, zövq almaq, yeni şeylər kəşf etmək və həyatınıza rəng qatmaq üçün gözəl fürsətlər yarana bilər. 27 aprel tarixində baş verən yeni ay sizə yaradıcılığınızı daha sərbəst ifadə etmək və özünüzə zövq verəcək fəaliyyətlərə daha çox yer ayırmaq üçün stimul verəcək. Rahatlamaq, yaratmaq və etdiyiniz işdən həzz almaq üçün daha çox vaxt ayırmağa çalışın. Yeni bir səhifə açmaq və həyatınızdakı hadisələrin emosional, romantik və yaradıcılıq potensialınızı necə ortaya çıxardığını görmək üçün mükəmməl bir zamandır. Şəxsi maraqlarınıza daha çox fokuslanmaq və sizi həqiqətən həyəcanlandıran bir istiqamətə yönəlmək üçün güclü motivasiya və fürsətləriniz olacaq.